Hər vaxtınız xeyir, mətbəximə xoş gəlmisiniz. Bugün sizinlə Novruz bayramı ərəfəsində olduğumuzu nəzərə alaraq maraqlı bir paxlava növü bölüşəcəyəm. Bu Qəbələ paxlavasıdır və ya üç qulaq da deyilir buna. Çox asan və çox ləzzətlidir. Buyurun birlikdə hazırlayaq. Öncə bütün şirniyyatlarım üçün nəzərdə tutduğum yarım kilo qoz, yarım kilo fındıq qabığını airfry aparatında təmizləyirəm. Ayrıca videosu var və şəkər tozu ilə qatıram. Onu qeyd edim ki, həm qoz, həm fındıqda götürdüyüm ləpə qədərindən 100 qram az şəkər tozu götürürəm və 1 çay qaşığı hil. Ayrı-ayrılıqda hazırlayıram qozu da, fındığı da, sonra da qatıram bir-birinə və şəkər buraya da, paxlavalara da eyni istifadə edirəm. Burada çoxdur içlik. Qəbələ üç qulağına içlik çox da getmir. Deməli, hazır yuxalar istifadə edirik və gördüyünüz kimi bir də istifadə edəcək yumurtanın ağını, o da yuxaların ucunu yapışdırmaq üçün ki, açılmasın. Sarısı bizə lazım deyil, ayırırıq və yuxaları bu cür hissə-hissə uzunluğuna bölürük. Deməli, mən iki cür hazırladım ölçüdə. Biri iri, biri də daha klassik, həmişəki üç qulaq, yəni xırda formada. Xırda formada eləyəndə içinə içlik az gedir, amma sizə göstərmək üçün bu cür hazırladım. Amma deməli, normal qaydada içlik doldurmaq üçün bir balaca mən əksəriyyətini böyük hazırladım. Gördüyünüz bu qaydada üçbucaq şəklində videoda daha detallı və yaxından göstərməyə çalışıram. Gördüyünüz bu qaydada bükürük, balaca boşluq yaranır, o hissəyə içlikdən yerləşdiririk və davamını bükürük üçbucaq kimi və yenə də yumurtanın ağını istifadə edirik. Yuxamızın kənarı boş qalmasın, açılmasın deyə yapışdırırıq. Və bu da nazik formada kəsdiyim. Bir də bir texnikasını göstərmək istəyirəm ki, eyni ölçüdə olsun deyə kəsdiyimiz hissələri üst-üstə qoyub bu cür eyni qaydada, eyni ölçüdə kəsə bilərik. Bu da çox xırda üç qulaqlar. Hardasa 2 barmaq enliyindədir. Digəri isə həm də 3,5-4 barmaq enliyində, böyüklüyündə hazırladım. Baxın, xırda olanda çox az gedir içilik. Bir də mən burada axıra qədər bükmüşəm. Əgər əminsiniz ki, qıraqlarından tökülmür, tam örtdü, çox qalın bükməyə edə bilərsiniz. Bu da sizin zövqünüzdən asılıdır. İlk dəfə hazırlayıram. Əgər yanlışım varsa, üzrlü hesab etsin qəbələlər məni. Mənə elə gəlir ki, alındı. Bu cür hazırlayırıq, yığırıq. Bu şəkildə buzluqda da mühafizə etmək olur. İstədiyiniz zaman ya qonağınız qəfil gələrsə, hazır qızardıb süfrəyə təqdim edə bilərsiniz. Deməli, mən kər ayağında qızardacağım, çünki bu paxlavadır və kər ayağından olmasını düşündüm ki, daha ləzzətli alınar. Dur yağından da eləyə bilərsiniz, yenə də zövqünüzə qalıb. Yağı yaxşıca isitdim və üç qulaqları düzürəm isinmiş yağ olan tavaya. Nəzarət edirəm yanmaması üçün. Eyni zamanda da yağı deməli canına çəksin. Orta dərəcədə qazın xodunu verə bilərsiniz. Həm yanmasın, həm də normal bir qaydada yağı canına çəksin. Belə çox asan, çox rahat. İstədiyiniz vaxt əlinizin altında, xüsusilə də Novruzdan sonra şəkərbura paxlava içliyi qalır əksəriyyətinizdə. Bu cür rahat bir şəkildə hazırlayıb nuş edə bilərsiniz. Belə, videomu bəyəndinizsə like düyməsinə toxunun. Videomu öz dost, tanışlarınızla, yaxınlarınızla bölüşün. Rəylərinizi gözləyəcəm və videonu itirməmək üçün öz video listlərinizə əlavə edin, yəni yaddaşa atın. Belə, Novruz bayram ərəfəsindəyik. Çərşənbəniz mübarək. Bugün yel çərşənbəsində paylaşıram bu videonu. Diləyirəm bütün ocaqlarda bol ruzu, bərəkətli ocaqlar, süfrələr qurulsun. Qazanlarınız qaynar olsun. Və mən burada çox ləzzətli, çox sevdiyim üç qulağı yoxlayıram. Çox gözəldir. Mütləq siz də hazırlayın və bayram süfrələrinizə mütləq əlavə eləyin. Hələlik yeni videolarımda görüşmək ümidi ilə salamat qalın.